Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. Qadın həyat yoldaşının spirtli içki alüdəçisi olduğunu, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirdiyini deyir. Haqqı naza müraciət edərək hadisənin Amerikada baş verdiyini iddia edən xanım Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayır. O iddia edir ki, MSK sədrinin oğlu Məhəmməd Pənahov tərəfindən mütəmadi olaraq döyülüb, ağır fiziki işgəncələrə məruz qalıb. Nəticədə yaşadıqları Amerikanı tərk edərək Azərbaycana qayıdıb. Xanım bildirir ki, iyunun 28-i 2022-ci ildə Bakıda 38 yaşlı Məhəmməd Pənahovla ailə həyatı qurub. Daha sonra cütlük Amerikanın Los Anceles şəhərinə köçüb. Pənahov Hollywood ulduzlarının yaşadığı ərazidə atası tərəfindən alınmış 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayıb. Qeyd olunur ki, sözgedən mülkiyyət Məhəmməd və Ülviyə Pənahovaların adına alınıb. Cütlüyün maliyyə vəziyyəti də qaydasında olub. Müxtəlif ölkələrdəki bank hesablarından milyonlarla vəsait xərclənib. İddialara görə bu vəsaitlər Məhəmməd Pənahovun atasının dəstəyi ilə təmin olunub. Azərbaycana qaçan xanım bildirir ki, o burada da rahatlıq tapa bilmir və həyat yoldaşının təhdidlərinə məruz qalmağa davam edir. Binəqədi rayon məhkəməsinə boşanma tələbi ilə müraciət edilsə də bir ildən artıq vaxt keçməsinə baxmayaraq proses nəticəsiz qalıb. İddia olunur ki, Məhəmməd Pənahov təkcə həyat yoldaşını deyil, onun hüquqlarını müdafiə edən vəkil Esmira Hüseynovanı da təhdid edir. Pənahovlar ailəsi xanımın Amerikaya geri qayıdaraq qızıl qəfəsdəki dəbdəbəli həyata dönməsini və yenidən həmin təzyiqlərə dözməsini tələb edir. Lakin xanım bu həyat tərzini rədd edib və Azərbaycanın dövlət qurumlarına müraciət edərək onlardan kömək istəyir. İddialarla bağlı Məhəmməd Pənahovun da mövqeyini işıqlandırmağa hazırıq.